Binə qəsəbəsində abidələrdən yuxarı Lələtəpə deyilən ərazidə 3 sotda 100 kvadrat 3 otaqlı ev. Geniş məhəlləsi var. Gördüyünüz kimi qapı da birbaşa geniş məhəlləyə açılır. Evimiz yenə deyirəm, harca təqribi 100 kvadratlıq evdir. 2 dənə ehtiyac su çəninə qədər hər bir şey var idi. Addenli quyusu var, işıq sayğacı var. Bircə qaz sayğacı yoxdur. Alan adam qaz sayğacı özü çəkməlidir. Belə bir görünüşə malik evdir. Evimizin arxasına da sağına da keçid mümkündür. Daxil olaq evin daxili interiori ilə də tanış olaq. Yerdən 3 daş kürsülüdür. Pirusa əslində 4 daş idi, bir daş da həyətdə olubdu. Yəni 4 daş kürsüdür. Pollar altı boşdur yəni. Təmirə, yüngül təmirə ehtiyacı var və onu qeyd edim ki, ev də tək daşdır. İşığı var, interneti var, qaz sayğacı yoxdur. Bura koridor kimi, dolab kimi yeri nəzərdə tutub. İstəyən olsa qapını buradan qoyub, buradan ləv eləyib otaqları da geniş sala bilər. Bura qonaq otaqdır. Yüngül təmirə ehtiyacı var. Pol laklanıb aboy vurulmalıdır. Demək olar qalan təmir işləri görülübdür. Bircə qaz sayğacı yoxdur. Sanitar qoşağı tam təmir formadadır. Qiymət 36 min, real müştəri endirimdə mümkündür.